Hacı, zarafat etmək olar, Həmid yazır. Əlbəttə olar da. Hədisdə var ki, məclisin əvvəldən axırı zarafatla bitməsin. Məclisin nöqtəsini ciddiyyət qoysun. Bəzi məclislər var, fikir vermişsiniz də. Əvvəldən oturandan axıra qədər zarafatla, güllər açıqla getilər. Bu iş deyil ki. Biz dünyaya bunun üçün gəlməmişik. Dünyanı adam hələ bütün gün zarafat eləyir, gəldi Əzrail ilə zarafat eləyir, götürdü apardı bunu. Neynirdi? Neçə də zarafat edirdi. Bunun üçün yaranmamış. Hə, zarafat yaxşıdır. Adam bir könlü açılar. Adam elə yanında bir istəyək elə bir dostlardan da olsun ki, o biraz adam qəlbi də açılsın, güləsən. Deyib güləsən təbii ki. Normal bir haldır da, indi o da yaxşı bir haldır. Amma daha əvvəldən axıracan bütün gün adamlar var, axşam oturur, yatmamışdan qabaq fikir, sabah nə lətifə danışacaksın cəmaata. Qardaş da bu üçün yaranmamış oldu. Ged otur, fikirləş ki, bu gün nə günahlar eləmişəm. Sabah nə işlər görməliyəm. İşimiz o deyil. Yaddan çıxartmışıq bəzi vaxtlar işimiz nədir, vəzifəmiz nədir. Vəzifəmiz lətifə danışmayı deyil. Vəzifəmiz başqa işlər, lətifələrdən yorulduq. Yaxşı, zarafatın da yeri həddində, hüdudunda. Bəli. Mən adamlar tanıyıram, ancaq o rəhmətli aktyorlar var, ancaq o adını çəkmək yaxşı olmaz. Ancaq onun filmlərinə baxır, o da güldürür də maşallah, Allah rəhmət eləsin də, belə pis insan da olmayıb. Bəzən baxmaq olar filmlərinə, amma ancaq bütün gün ancaq onun filmlərinə baxasansa, hə, gül, uşaqlar da belə başqa çıxmasın da, uşaqlar da evdə əgər ona baxacaqlarsa, onun tipində olacaqlar da, mən elə düşünürəm. Yəni, nə qədər bu da izləmək olar? Bir arada bəli, olar. Arada olar, bəli.